Bərabərsizliklər. Bəzi məsələləri həll etmək üçün qurulan bərabərsizliklərdə dəyişənin aldığı qiymətlər tam ədədlər olur. Yəni biz bərabərsizlikləri həll edəndə natural ədədlər olduqda necə həll etmə qaydasını bilirik. Bəzən də ola bilər ki, bu tam ədəd olsun. Məsələn, bax burada x böyükdür -2 bərabərsin və bunu bu şəkildə oxuyuruq. X böyükdür -2. Yəni -2-dən böyük qiymətlər -1, 0, 1, 2, 3, 4, 5 və s. ola bilər. Və ya x kiçikdir -2 yazsaq, -2-dən kiçik qiymətlər -3, -4, -5, -6 və s. sonsuz sayda ola bilər. Bir də var idi bərabərsizliyi x kiçik bərabərdir -2. Artıq yəni -2-nin özü də bura daxil idi. -2-dən kiçik -3, -4 və s. sonsuz sayda olurdu. Və də ki, bu bərabərsizlikləri ədəd oxunda qeyd edəndə, əgər ciddi bərabərsizlik idisə, bunun içərisini boş dairə ilə göstərirdi, boş göstərirdi. Əgər bərabərlik də olardısa, bunun içərisini dolu şəkildə qeyd edirdik. Gəlin çalışma həllərində baxaq. Birinci, bərabərsizliyə uyğun ədəd oxunu müəyyən edin. Birinci bərabərsizliyimizə baxaq. X kiçik bərabərdir -4 və bərabərlik işarəsi var deyə -4 dolu olmalıdır. -4-dən kiçiklər görürsünüz, bax bu hissəsi. Deməli, birinciyə C bəndi uyğundur. İkinciyə, x kiçikdir -4. Bu içərisi boş olmalıdır və -4-dən kiçiklər D bəndi uyğundur. İkinciyə, x böyükdür -4. Yenə təkcə bərabərlik yoxdur deyə, sadəcə bərabərsizlik işarəsi var deyə içərisi boş olacaq və -4-dən böyük ədədlər, bu da B bəndidir. X böyük bərabərdir -4, -4 içərisi dolu olmalıdır və -4-dən böyük, bu da A bəndi. Bərabərsizliyi ödəyən 3 tam ədəd tapın. Həlli ədəd oxunda təsvir edin. Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd müəyyən edin. Baxaq. Birinci, bərabərsizliyi ödəyən 3 tam ədəd tapın. -6-dan böyük, -5, 3, 7 və s. yaza bilərik. Həlli ədəd oxunda təsvir edin. A bəndini, deməli, nömrə 2-nin A bəndini ədəd oxunda təsvir edirik. Ədəd oxu. -6-nı qeyd edirik. İçərisi boş. Və bizə deyir -6-dan böyük. Yəni, bax bu hissəmiz. -6-dan böyük, ədəd oxunda qeyd etdik. Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd, ödəməyənlər də -6-dan kiçiklər olacaq. Məsələn, -7, -12, -16 və s. 2 tam ədəd deyil, 3-ünü yazdıq. B bəndində x böyük bərabərdir -6. -6-nın özü də daxildir. -6-dan böyüklər -4, 3 və s. yaza bilərik. Ədəd oxunda təsvir etsək, -6 içərisi dolu olmalıdır. -6, -6-dan böyük, bax bu istiqamət. Və bunu ödəməyən isə -10, -15, -20 və s. C bəndində x kiçikdir -1. -1-dən kiçik. -2, -6, -10. Sonra ədəd oxunda burada içərisi boş olacaq. -1, -1-dən kiçiklər bu istiqamətdə. Və ya bax bunu birinci çalışmadakı kimi qara belə rəngləyə də bilərsiniz bu hissəni və ya belə ştrixləyə də bilərsiniz. Hər ikisi doğrudur. İndi ödəməyən isə 0, 7, 10. D bəndi. X kiçik bərabərdir -5. Ödəyənlər -5, -6, -20. Ədəd oxunda qeyd etdik. -5 içərisi dolu olmalıdır. -5-dən kiçik.
bu hissəmizdir. Ödəməyən isə -4, 3, 5, Y bəndi x kiçik bərabərdir 0. 0 da daxildir. -1, -5. Sonra bərabərsizliyi qeyd edək. 0 içərisi dolu olmalıdır. X kiçik bərabərdir 0-dan bu hissə. Ödəməyən isə müsbət ədədlərin hər biri. 2, 7, 15, 3. Bərabərsizliyi ödəyən ən böyük tam ədədi tapın. -5-dən kiçik sonsuz sayda ədəd var. Bunlardan ən böyüyü -6-dır. -6. Həlli ədəd oxunda təsvir edin. Ədəd oxunda təsviri də bax bu şəkildə. -5-i içərisi boş qeyd edirik. X kiçikdir -5. Bax bu. İndi B bəndini ödəyən ən böyük tam ədəd. 0-dan kiçiklər, ən böyüyü də -1-dir. B bəndini ədəd oxunda təsvir etsək, 0 yenə içərisi boş və bundan kiçiklər. C bəndi -12-nin özü olacaq və ədəd oxunda təsvir etsək, -12-ni içərisi dolu, -12-dən kiçik. İndi D bəndi. D bəndində burada da 0 olacaq, ən böyük tam ədəd və ədəd oxunda təsvir etsək, 0 içərisi dolu olmalıdır. X kiçik bərabərdir 0-dan. Y bəndində 1,5 bizə deyir, bax görürsünüz, tam ədəd. 1,5 ona görə götürmürük. 1,5-dən kiçik ən böyük tam ədəd 1-dir. Və 1,5-dən içərisi dolu, 1,5-dən kiçik bu hissəmizdir. F bəndində isə 0,5-dən kiçik ən böyük tam ədəd 0-dır və bunu ədəd oxunda təsvir etsək, içərisi boş, 0,5-dən kiçik. Bax bu hissədir. 4-cü. Bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tapın. Ödəyən ən kiçik tam ədəd -10-dan böyüklər. -9, -8. Bunlardan da ən kiçiyi -9. Əvvəlcə bunların hamısını tapaq. Sonra burada -13 olacaq. Burada 1. Burada 0. Burada 2,5 tam deyil. Həm də bərabərlik də yoxdur. 2,5-dən böyük ən kiçik tam ədəd 3 olacaq. 0,5-dən böyük ən kiçik tam ədəd isə 1 olacaq. Ədəd oxunda da təsvir etsək, -10 içərisi boş, -10-dan böyük. Burada -13 içərisi dolu və -13-dən böyük. C-də 0 içərisi boş, 0-dan böyük. D bəndində 0 içərisi dolu və 0-dan böyük. Y bəndində 2,5 içərisi boş və 2,5-dən böyük. F bəndində 0,5 içərisi boş və 0,5-dən böyük. Bərabərsizliyin həllinin yoxlanılması, yəni biz bunu yerinə qoyaraq yoxlaya bilərik. Dəyişənin verilmiş qiymətlərindən bərabərsizliyi ödəyənləri seçin. Yəni yerinə qoyaraq yoxlayarıq. Buradan -6-nı qoysaq, -6 ilə 5, -1, -1 2-dən kiçikdir. Bu ödədi. -5 qoysaq, 0 2-dən kiçikdir. Ödədi. -4 qoysaq, 1 alacaq, 1 2-dən kiçikdir. Ödədi. -3 qoysaq 2 olur deyə bu ödəmir. 2 qoysaq ödəməyəcək, 7 olur. 3 qoysaq 8 olur, ödəmir. -3 qoysaq, -3-dən -4. Yəni biz bunun yerinə qoyuruq da, buradadır. -6 üzərinə gəl 5.
Bu elədi neçə? -1 və -1 kiçikdir 2. Bu doğrudur. Yəni bu şəkildə hamısını bir-bir yoxlayırıq. İndi -3 qoysaq, -3 minus 4 olur. -7, -7 -5-dən kiçikdir, ödədir. -2 qoysaq, -6 olur, 5-dən kiçikdir. -1 qoysaq, -5 olur. Burada bərabərlik də var deyə ödəyir. 0 qoysaq, ödəmir. 1 qoysaq, -3 olur, ödəmir. 2 qoysaq, ödəmir. Burada isə -4 qoysaq, bir-bir belə hesablamalısınız. 2 vurulsun -4, üstəgəl 1. -8-dən də 1, -7. -7 -3-dən böyük deyil, o ödəmədi. -3-ü qoyuruq. 2 vurulsun -3, üzərinə gəl 1. -6 ilə də 1, -5. Bu da ödəmədi. Sonra -2-ni qoysaq, 2 vurulsun -2, üzərinə gəl 1. -4 ilə də 1, -3 eləyir. -3 də -3-dən böyük deyil. 2 vurulsun -1, üzərinə gəl 1. -2 üzərinə gəl 1, -1. -1 -3-dən böyükdür, ödədi. 0 qoysaq, 2 vurulsun 0, üstə gəl 1, 1. 1 -3-dən böyükdür. 1 qoysaq, 2 vurulsun 1, üzərinə gəl 1, 3. 3 də -3-dən böyükdür. İndi bərabərsizliyə aid məsələlər. Gəzinti gəmisinin texniki heyəti 10 nəfərdir. Heyət və sərnişinlərin ümumi sayı 175-dən nəfərdən çox ola bilməz. Texniki heyət 10 nəfər, sərnişinləri bilmirik. Burada da yazıb sərnişinlərin sayı n olsa, onda cəmi nə qədər olur? N üzərinə gəl 10 olacaq, n üzərinə gəl 10. Bu da deyir 175 nəfərdən çox ola bilməz. Yəni ya 175-dir, ya da 175-dən kiçikdir. Ona görə bax bu bərabərsizliyi ödəyəcək. Dəyişəni hərflə işarə edin və fikirlərə uyğun bərabərsizliyi yazın. Situasiyaya uyğun ala biləcəyi bir neçə tam ədədi göstər. Havanın temperaturu 0 dərəcədən aşağıdır. Yəni temperatur kiçikdir 0 dərəcə. Bir neçə qiymət də -1, -2 və mənfi qiymətlərin hamısını göstərə bilər. Balıq məhsulu -12 dərəcədən yuxarı olmayan temperaturda saxlanmalıdır. Deməli, balıq -12 dərəcədən yuxarı olmayan, yəni kiçik bərabərdir -12 dərəcə. Bunu da ödəyən -12, -18 və s. Oturacağı 6 sm olan bərabər yanlı üçbucağın. Bilirik ki, üçbucağın 3 tərəfi var. Bərabər yanlıdırsa, bu tərəflərin ikisi eynidir. Oturacaq 6-dırsa, perimetrin biz necə tapırıq? 3-ünü də toplamalıyıq. Onda 2a üzərinə gəl 6. Bu da deyir 18 santimetrdən böyükdür. Böyükdür 18. Buradan adi tənlik kimi həll edə bilərik. 2a böyükdür 12, a da böyükdür 6. Yəni 6-dan böyük ədədləri yaza bilərik. 7, 10 və s. D bəndində boş səbətin kütləsi 1 kiloqramdır. Alma ilə dolu səbətin kütləsi, indi alma bilmirik nə qədər almadır. Tutaq ki, elə bunu A ilə də işarə edə bilərik. Alma, üzərinə gəl səbətin kütləsini gəlməliyik. Alma ilə dolu səbət 9 kiloqramdan az deyil. Yəni böyük bərabərdir 9. Buradan da alırıq ki, A böyük bərabərdir 8. Yəni 8, 10, 12 və s. ola bilər. Alpinistlərə yataq dəstindən -15 dərəcədən aşağı olmayan temperaturda istifadə etmək tövsiyə olunur. Yəni, -15 dərəcədən aşağı olmayan, yəni temperatur böyük bərabərdir -15 olmalıdır. Uyğun bərabərsizliyi yazın, yazdıq. Havanın temperaturu -20 olduqda bu dəstdən istifadə etmək olarmı? -20 xeyir, çünki o -15-dən böyük deyil. -15 olar. -8 olar.
0 olar və 5 də olar. Yəni sadəcə -20-dən istifadə etmək olmayacaq. Ən az hansı temperaturda bu dəstdən istifadə edilə bilər? Bu bərabərsizliyi ödəyən ən kiçik ədəd də -15-dir. 9. Samirin bir neçə stikeri var idi. Tutaq ki, X-dır. Əlavə 30 stiker alsa, stikerlərin sayı 70-dən çox olar. Yəni böyükdür, 70 olacaq. Buradan X böyükdür 40 alarıq, tənlik kimi həll etsək və ya belə də saxlaya bilərsiniz. Samirin əvvəlki stikerlərin sayı 25, 50 ola bilərmi? Yerinə qoyub yoxlaya bilərik. Yəni 25 üzərinə gəl 30, 65 bu ola bilməz. Çünki 70-dən böyük deyil. 50 üzərinə gəl 30 bərabərdir 80. Bu isə ola bilər, çünki 70-dən böyükdür. Yəni biz onsuz da 40-dan böyükləri almışdıq. 40-dan böyük 50 ola bilər. Onun ən az neçə stikeri var idi? 40-dan da böyük ən kiçik ədəd 41. Yəni ən az 41 stikeri var idi. 10-cu. Aynur fikrində tutduğu ədədə 4 əlavə etdikdə, tutaq ki, X-dır, 4 əlavə etdikdə alınan cəm 0-dan kiçik olur. Kiçikdir 0 olur. Bərabərsizliyi ifadə etmək olar, yazdıq. Bərabərsizliyi Aynurun fikrində tutduğu ədəd hansı ən böyük tam ədəd ola bilər? Burada da alaraq ki, X kiçikdir -4. -4-dən də kiçik ən böyük tam ədəd -5. Və ya bunu bir neçə ədəd qoyaraq, yoxlayaraq da tapa bilərsiniz. Müəyyən marşrut üzrə 5 avtobus dayanacağı var idi. Bir neçə yeni dayanacaq da quraşdırdıqda 5 var, üzərinə X da gəldikdə onların sayı 9-dan az oldu. Yəni kiçikdir 9. Burada da deyir ki, n ilə işarə edin, onda X-in yerinə də n yazaq biz. Yəni 5 üzərinə gəl n kiçikdir 9, bərabərsizliyi yazdıq. Neçə yeni dayanacaq quraşdırıla bilərdir? Mümkün halları yazın. 1 ola bilər. Çünki 1 qoysaq yerinə 6 9-dan kiçikdir. 2 ola bilər. 3 ola bilər. Artıq 4 ola bilməz. Yəni 1, 2, 3. Mağazada futbol köynəyi manatdan ucuz qiymətə, futbol köynəyinin manatla qiymətini X ilə işarə edib, X-dırsa deyir 12,5 manatdan ucuz qiymətə, yəni kiçikdir 12,5. Bərabərsizliyi yazın, yazdıq. Bərabərsizliyin ən böyük tam həllini tapın. Ən böyük tam həlli 12. Köynəyin satış qiyməti ən çoxu nə qədər ola bilər? Satış qiyməti ən çox nə qədər ola bilər? Belə götürək də, ən kiçik pul vahidi 1 qəpik olduğu üçün satış qiymətdə ən çoxu yəni satış qiymətdə ən çoxu burada 12,50 idi axı. Ən çoxu ola bilər 12 manat 49 qəpik. Verilən bərabərsizliyə uyğun situasiya söyləyin və dəyişənin nə ifadə etdiyini izah edin. Yəni bunlara uyğun məsələ qurmaq lazımdır. Yəni əvvəlki məsələlərə baxaq, məsələn Y bəndinə ki, Aynur fikrində bir ədəd tutdu, onun üzərinə 1 əlavə etdikdə bu ədəd 8-dən, alınan ədəd 8-dən böyükdür. Yəni ona uyğun da bərabərsizlik belə yazarıq. Və ya düzbucaqlının tərəfini 4 dəfə artırsaq, kvadratın tərəfini 4 dəfə artırsaq, onun tərəfi 12-dən böyük olar. Və s. Yəni digərlərinə də uyğun özünüz məsələ qurarsınız.